Yenə qaza, yenə yeni çəkilmiş yol, Qəbələnin girişi. Baxın, istənilən halda burada işıqforun olmamağının nəticəsidir ki, bugünkü gündə artıq neçənci qəzadır baş verir. Nə qədər hərəkət tənzimlənmədikcə burada bu proses baş verəcək. Qəbələdən çıxış edən istənilən maşın bu qəzanı edir. Yəni özündən asılı olaraq edir. Çünki aşağıdan gələn çox sürətli gəlir. Yolu tənzimləyən nə radar, nə işıqfor, heç bir şey yoxdur və gələn maşın istər-istəməz buradan rayonun, Qəbələ rayonunun çıxışından çıxdıqda, yəni xəttin kəsişmə yeri buradır. Yəni bu istiqamətdir, KAMAZın olduğu istiqamət və istənilən halda ora hündür olduğuna görə görünmür. Və bu vəziyyətdə də qəzaların olması qaçınılmazdır. İşıqfor qoyulmayana qədər burada baş verəcək qəzalar, ölümlər, yəni saysız hesabsız olacaq. Mən düşünürəm ki, buna vaxtında əncam çəkilər və buranın necə deyirlər, işıqforamı, radaramı çox güclü ehtiyacı var. Çox sürətli gəlirlər maşınlar, istər-istəməz gecə vaxtıdır, malı var, inəyi var, insanı var, nə bilim maşını var. Baxın, indi bir dənə maşın gəlir, oradan göstərəcəm bunu da. Yəni istər-istəməz görə bilmir yolu, konkret şəkildə görə bilmir və nəticədə ya burada polisin günahı var, ya sürücünün. Burada günah yolun düzgün qurulmamağıdır. Baxın, bu gedir artıq. Buradan gələn istər-istəməz sürətli gəlir. Baxın, buradan bir maşın gəlir, görəsiniz. Və buradan çıxışdı, baxın, yetim neynəsin? Bu gəlir, yetim neynəsin? Yolu görmək qeyri-mümkündür. Perpendikulyar deyil ki, yolu tam görəsən. 30 dərəcə bucaqla yola girişdi. Bu da bu hadisənin baş verməyə normaldır. İstənilən halda. Belə, izləmədə qalın. Yeni paylaşımlarımız olacaq.